Salam, axşamınız xeyir olsun dəyərli dostlarım, gözəl insanlar. Bu dəfə sizə çox qədim bir üsul göstərəcəm, resept deyəcəm, amma çox güclü və faydalı. Deyim faydaları nəyədir? Deməli, kimdə qan azlığı varsa, saç tökülməsi varsa, sinir həssaslığı varsa, ondan sonra yaddaş zəifliyi varsa, qan devranı problemi varsa, bədəni daim soyuqdursa, istər yay, istər qış, belə soyuq havada çölə çıxanda daha da titrəyir. Oynaq problemləri varsa, sümük problemi varsa, əzələ problemi varsa, diqqəti məndə olsun. Deməli, sizə bu göstərdiyim, bax belə üzüm belə tutum, rəngində görəsiz. Bu qara küncütün əzməsidir. Qara küncütün əzməsi, əzilmişi. Amma bir şeylər var. Son vaxtlar belə deyim də, bu fitoklublar, təbii vasitə satılan yerlər çoxalıb. Amma saxta variantlar da həmin mağazadan 2 qat çoxdur. Ona görə diqqətli olacaqsınız. Bax mən sizə o dünən deyirdinizə ki, qara çöryotun hardan almısınız? Bax, bunu da həmin mağazada almışam. Çox gözəl keyfiyyətli. İnanın ki, qara çöryotun hər yol gedəndə baxıram ki, uşaqlar bronxdan öskürür. Az qalam onu dayandıram deyim ki, anasına. Bilirəm ki, sən nə qədər pul tökmüsən də, sən onu dayandır, 3 gün övladına qara zirə yağını ver. Amma keyfiyyətli qara zirə yağı olacaq, Həbəş qara zirəsi. Onu da həmin o neftçilərdəki mağaza, adı necə idi? Hər dərdə dəva. Əl dəva, hər dərdə dəva. Bax, həmin mağazadan almışam. Bax, bunu da kim gözü ilə gedib istəyirsə çəkilmişini görsün, gözünlə gedib gözün qabağında çəkəcəklər, verəcəklər. Bir də diqqətli olacaqsınız nəyə? Nəyə diqqətli olacaqsınız? Bugün Azərbaycanda ağ küncütü ehtiyatlı olun, saxta variantları çoxdur. Bax, bu küncütün əzilmişidir. Bu üzündəki yağ da küncütün əzilmişinin yağıdır. Baxın, çox gözəl qan artırır, çox gözəl qaraciyəri, böyrəyin funksiyasını tarazlayır. İnsan orqanizmasında birinci qaraciyərin funksiyası tarazlanmalıdır. Kimdə saç tökülməsi varsa, yaddaş zəifliyi varsa, əzələ problemi varsa, sümük problemi varsa, bax, çox gözəl sizə üsul deyirəm, bir də qədim bir üsul deyirəm. Bunu yaxşıca bu əzilmişi qarışdırıram. Hə, bir də deyə bilərsiniz ki, axı küncüt insan orqanizmasına qanı qatlılaşdırır. Sizin üçün onun da çarəsini deyəcəm. Baxın, görürsünüz, yağı var idi deyə. Dedim, qəşəng qarışsın. Qarışdı. Çox gözəl ətri var. Üzərinə istədiyiniz tut bəhməzi, üzüm bəhməzi, bir də keçi buynuz bəhməzi. Bu 3 bəhməzin yarı tökəcəksiniz üstünə. Tutalım 100 qram küncüt əzməsi götürmüsünüzsə, 100 qram da bəhməz götürəcəksiniz. Bunu qəşəng qarışdıracaqsınız. Qəşəng. Kimdə kalsium çatışmazlığı var, iltihab problemi var, çox gözəl qarşısını alır. Çox gözəl ayaqları, məsələn, mən bilirəm də ki, xanımlarda sümük yeyilməsi var, qığırdaq yeyilməsi var. İnanın ki, heç bir dərman sizə bu təbii bitkilər kimi, amma keyfiyyətli olsun. Yenə də diqqət eləyəcəksiniz. Əgər bəhməzi alırsınızsa, bişirdiyi adamı tanımırsınızsa, dayandırın, almayın. Çünki bəhməzi pesokla tökürlər, pesok da tökə bilərlər içinə. Ona görə ehtiyatlı olacaqsınız. Baxın, görürsünüz, qarışdırdım. Deməli, nə edəcəyik? Deməli, necə içəcəyik? Təxminən hər gün içmək istəyirsinizsə, tutalım ki, bir kurs müalicə etmək istəyirsiniz, hər gün içmək istəyirsiniz, 1 çay qaşığı içəcəksiniz. 1 çay qaşığı. Mən bunu niyə götürdüm 1 xörək qaşığı? İndi onu da sizə deyəcəm.
bir çay qaşığı götürürəm. Və bizim qanımızı qatlaşdırmasın deyə üstünə limon sıxacam. Bir də limon bəhməzin də, küncütün də qanda əmilməsinə, qan artırmasına çox yaxşı təsir göstərir. Bax bu cür. Üstünə limon sıxacaqsınız. Qəşəngcənə içəcək. İstəsəniz səhər-səhər ac qarnına bir stəkan su ilə də içə bilərsiniz və yaxud da suyunuza limon tökə bilərsiniz. Yaxud da adi içəcəksiniz. Çox qəşəngdir, çox dadlıdır. Məsələn, belə deyim də, qarazirə yağı kimi acı filan deyil, amma uşaqlar üçün də mükəmməl dadı var da. Çox qəşəng, düzdür, qarazirə yağı özü iltihabı orqanizmlə aradan qaldırır, amma bu daha dadlı, daha qəşəng. Hətta bunu səhər-səhər uşaqlarınıza, amma ağ çörəyin üstünə yox, təmiz taxıl çörəyinin üstünə çəkib övladlarınıza verə bilərsiniz. Buyurun. Allah şəfa versin. 2 həftə hər səhər, məsələn, bunu böyüklər içirsə, sirkəli su ilə də içə bilərsiniz ki, qanınıza qatlaşmasın, ehtiyat edirsinizsə. Limonlu su ilə də içə bilərsiniz, adi su ilə də içə bilərsiniz, amma üstünə limon sıxmaq daha yaxşıdır. Amma çörəyin üstündə də yenə də övladlarınıza verə bilərsiniz. Buyurun, istifadə eləyin. Siz də videonu hələ bizim kanala, belə deyim də, bizim səhifəyə abunə olmamısınızsa, bizim səhifəyə follow atın və bu videonu bütün sağlamlığını qoruyan insanlara yönləndirin ki, siz də xeyrə vəsile olmuş olasınız. Sağ olun, salamat qalın. Bir daha dedim, Neftçilərdə onsuz da mənə kim istəyirsə, yerini mən də səhifəsinin nömrəsini tapmışam, Instagram nömrəsini tapmışam. Amma buradan da, TikTokdan da həmin səhifəni yönləndirəcəm. Baxa bilərsiniz səhifədən, keçib özünüz də əlaqə saxlaya bilərsiniz. Neftçilər metrosunun yanında, Lotus Ticarət Mərkəzinin yanındadır. Hər dərdə dəva, əl dəva, hər dərdə dəva mağazasından. Sağ olun, salamat qalın.